Değerli dostlar, değerli izləyicilər, bugün sizə Masazır qəsəbəsində eksklüziv bir variant, isti-isti. Axşam saat neçədir? Saat 11-in yarısıdır, mən gəlmişəm ev çəkməyə. Niyə? Çünki təcili satılır. Qardaş bu evi havayı satır demək olar ki. Sot yarım torpaq sahəsində 2 mərtəbəli 3 otaqlı ev, 2 ədəd 3 otaqlı evdir değerli izləyicilər. Qoy, belə tuturam buradan, rahat görsən, işıq düşməsin. 2 dənə eyni evdir, ikisi də 3 otaqlı evlərdir. Paket kupça, hər ikisinin ayrı-ayrı kupçası var. O ev tam əşyalı satır. Bu evdə də kombi, kuxna mebeli falan, kondisioner zat hamısı qalır. Değerli izləyicilər, evin yerləşdiyi yer eksklüziv bir yerdir. Masazır Belediyəsinin düz yaxınlığında. Bu üzümün bir dənə salxımı elə demək olar ki 1 kilo gəlir. İnşallah elə vaxtına çəkər. Birazdan üzümlər yetişəcək. Gəlib görsünüz, elə hazır vəziyyətə çıxacaqsınız. Değerli dostlar, değerli izləyicilər, mən indi evin içini otaqlarını sizə yaxından tanış edəcəm. Bu evimiz satılır 80.000 manata. Hər ikisi 80.000-ə təklif olunur. Çox səliqəli, həyətinə rahatçılıqla maşın daxil olur. Gülü, ağacı, üzümü. Üzümün yarpağı elə 12 manatdır. Birazdan önce bu yarpağı dərib istifadə etmək olar. Elə evin yarı pulunu buradan çıxarmaq olar. Dostlar, dəyərli izləyicilər, evimizin giriş hissəsini görürsünüz. 2 mərtəbəli evdir. Çox səliqəli, həddindən artıq səliqəli saxlanılıb. Yeni təmir olunub. Baxın. Bura evimizin qonaq otaq hissəsidir. Belə bir geniş qonaq otağı var. Yəni əşyalar yığılıb, evdə kifayət qədər genişlik var. Mən sizə belə bir görüntü vereyim. Baxın, bu belə sakit, səliqəli, yola yaxın, məktəbə yaxın, poliklinikaya yaxın, qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunal xidmətləri hamısı qaydasındadır. Dəyərli izləyicilər, birinci mərtəbədə qonaq otağı yerləşir, mətbəx yerləşir və hamam otağı yerləşir. Hamısını çəkib sizə bir-bir göstərirəm. Dəyərli dostlar, dəyərli izləyicilər, bura evimizin mətbəx hissəsidir ki, belə bir gözəl mətbəximiz var. Gördüyünüz mətbəx mebeli ev sahibi tərəfindən evdə qalacaq, amma bu paltaryan götürüləcək buradan. Qazdır, aspiratordur falan bunlar qalacaq, amma paltaryan götürüləcək, çünki cehizdir. Ümumiyyətlə evdə mebellər götürüləcək. Yəni mebellər hamısı cehiz sayılır, ona görə mebellər götürüləcək, amma kuxna mebelidir, kombidir, kondisionerdir, bunlar qalacaq. Deməli, mətbəxi göstərdim. Burada da belə bir plekanın altında kladovkası var, artıq əşyalar yığmaq üçün və birinci mərtəbədə olan sanitar qovşaq, hamam hissəsi ikisi bir yerdədir. Elə birinci mərtəbədə, ikinci mərtəbədə də bir dənə bu evin sanitar qovşağı var ki, o da buradadır. İndi evin ikinci mərtəbəsini və otaqlarını sizə göstərəcəm. Dəyərli dostlar, dəyərli izləyicilər, bura evimizin ikinci mərtəbəsidir. Belə bir otağımız var burada. Bu otağın ölçüləri mebel yığılıb, dəyərli izləyicilər. Hamısı təzə mebellərdir. Düz deyə bunlar götürüləcək. Amma ki, söhbət nədən gedir? Söhbət ondan gedir ki, mebel yığılıb, kifayət qədər boş sahəsi var. 6 metrənin 4 metr yarıma bu otağın ölçüsü var. Hər evdə bugünkü gün bu genişliyi tapmaq mümkün deyil. Hələ mişqalar da var, aylar da var. Düzdür, o aylar gedəcək. Deməli, burada da bizim digər bir yataq otağımız yerləşir ki, burada kifayət qədər geniş və səliqəlidir. Qiymət 80.000 manat təklif olunur. Real müştəriyə normal cüzi endirim olunacaq təbii ki. Kanalda reklam yerləşdirmək ödənişsizdir, pulsuzdur. Sizin də eviniz, mülkünüz, torpağınız varsa saatından, günündən asılı olmayaraq bizə müraciət edə bilərsiniz. 24 saat sizin xidmətinizdəyik. Buyurun, çox sağ olun.